Uşaqlar, Həmzənin qıratı qaçırması boyundan danışacağıq, yəni Toqat səfərindən. Birinci, deyək ki, Koroğlunun dəlilərini bir yerdə birləşdirən ümumi cəhət nə idi? Onlar mərd, qorxmaz, düşmənə qarşı nifrət hissi ilə böyüyən dəlilər idi, yetişən dəlilər idi. Dostluqda sədaqətli, haqqın tərəfdarı idilər. Dəlilərdən Dəli Həsən. Baxın, çalışın ki, bunların xüsusiyyətlərini elə adların yanında deyim. Məsələn, tədbirli və təmkinli Dəli Həsən. Bu formada desəz xarakterlərini yadda saxlayasınız. Səmimi Eyvaz, təvazökar Bəlli Əhməd, səbirli və dözümlü Dəmirçioğlu. Hətta əsərdə mənfi obrazlar da var. Dedik Xodkardır, Bolu bəydir, ya Xodkar padşahdan söhbət gedir, Ərəb Reyhan, Aslan Paşa, Qaraxan. Koroğlu və onun dəliləri bütün döyüşlərdə düşmənlərə qalib gəlirlər. Bu haqqın, ədalətin, düzlüyün, doğruluğun qələbəsi idi. Keçdik Həmzənin qıratı qaçırması qoluna. Bağdad əhvalatından sonra Xodkar, yəni hökmdar, ətrafa namələr, məktublar yazıb adlı sanlı paşaları, pəhləvanları, qoşun böyüklərini yanına çağırır. Böyük bir məclis qurur. Elə ki, hər kəs öz yerini tutur, Xodkar deyir, nə qədər ki, bu Koroğlunun səsi kəsilməyib, dünya üzündə zindəcanlıq, yəni həyat, bizə haram olacaq. Sizi çağırmışam ki, tədbir tökəsiz, görək necə eləyək ki, onu dünya üzündən yox eləyək. Budur, günü-gündən onun başının adamları çoxalır. Dünyanın hansı yerində bir dələduz varsa, gedib ona qoşulur. Axırda bir gün görəcəyik ki, budur, qoşun düzəldib şəhərimizi, kəndlərimizi alır. Ondan sonra ya gərək gedib ona nökərdən nalayiq olaq, ya da dağlarda, daşlarda qaçaqçılıq edək. Elə ki, Xodkar sözünü qurtardı, paşalar verdilər ağız-ağıza. Hərəsi bir cür tədbir tökdü. Biri dedi, aldadaq, qonaq çağıraq, tutub dar ağacından asaq. Biri dedi, adamlarından ələ keçirək, pul verək, qızıl verək, öldürtdürək. Biri dedi, sən başa düşmürsən. O birisi dedi, sən qorxaqsan. Qərəz, bu məsələ bir səsküy, məclisdə bir səsküy qalxdı ki, ağız deyəni qulaq eşitmədi. Bunlar deyişməkdə olsunlar, sizə kimdən deyim? Toqatlı Hasan Paşadan. Bu Hasan Paşa kim ola, kim olmaya, hamının Toqatlı Hasan Paşa olaraq ola ki, həmən Toqatlı Hasan Paşa ola ki, atdan ötürü Koroğlunun atası Alı kişinin gözlərinin çıxarılmasını məsləhət görmüşdü. Həsən xan da onun gözlərini çıxartdırıb dünya işığına həsrət qoymuşdu. Həsən Paşa Xodkarın sağ əli idi. Həmişə onu əziz günlərində süfrəsinin başında oturar, ağır günlərində də yastığının dibini kəsərdi. Özü də həm paşa idi, həm də çox bacarıqlı qoşun böyüyü idi. Dava eləməyin min bir fəndini bilirdi. İndiyə kimi Xodkar onun hansısa qulluğuna buyurmuşdusa, 1-ə 5 yerinə yetirmişdi. Qərəz, Hasan Paşa da bu məclisdə idi. Elə ki, səsküy qalxdı, Xodkar fikir verib gördü ki, bu danışanların heç biri qoşun çəkib Koroğlunun üstünə getmə fikrində deyil. Hamı ondan qorxur. Elə bir təhər eləmək istəyirdilər ki, ilanı Seyid Əhməd Əli ilə tutalar. Xodkar üzünü Hasan Paşaya tutub dedi, Hasan Paşa, söz sənindir. Hasan Paşa durub Xodkara bəş əydi və dedi, Xodkar sağ olsun. Xodkar əmri ki var, Allah əmridir. Sən doğru buyurursan, Koroğlu doğrudan da çox tüğyan edibdi, yəni coşubdu. Mən indiyə kimi ona fikir vermirdim. Deyirdim, paşalar özləri onun öhdəsindən gələr. İndi ki, iş belə yerə çatıb, baş üstə. Onun atasının gözlərini mən çıxartmışam. İnşallah Xodkarın sayəsində də özünü də bu İstanbul şəhərində dar ağacından mən asaram. Deməli, burada nədən danışıldı? Padşahı, hökmdarı narahat edən bir məsələ var idi ki, Koroğlu günü-gündən güclənirdi və ətrafında da adamların sayı demək olar ki, artırdı. Və ona görə də yanına adlı sanlı paşaları, pəhləvanları, qoşun böyüklərini çağırır və onlarla bir məclis qurur və məsləhət alır ki, gəlin buna bir çarə qılaq. Koroğlu günü-gündən güclənir və bu da bizim xeyrimizə deyil. Və hər ağızdan bir söz çıxır, heç kəs bir-birinin fikri ilə razılaşmır. Xodkar da baxır ki, bunların hamısı qorxur, heç kəs Koroğlunun üzərinə hücuma keçməyəcəkdir. Məclisdə Hasan Paşa da var idi. Həmin Hasan Paşa idi ki, o Xodkarın sağ əli idi. Yəni, Xodkar ona çox etibar edirdi. Hansı işə vaxtında buyurmuşdusa, heç bir işdən əli boş qayıtmamışdı. Və ona görə də üzünü tutur Hasan Paşaya və artıq ondan bir çarə istəyir və Hasan Paşa da deyir ki, Xodkar deyə sağ olsun, onun əmri Allah əmri kimi bir şeydir. Sən doğru deyirsən, Koroğlu doğrudan da çox at oynadır burada. Mən deyə indiyə kimi özüm fikir vermirdim, bəlkə kimlərsə bunun qarşısına alar,
Amma deyə baxıram ki, iş yenə başa gəldi. Onun atasının gözlərini mən çıxarmışam. İnşallah ki, İstanbulda da özünü dar ağacından asaram. Ancaq Xodkar sağ olsun, onun çoxlu adamı var. Gəlib lap böyük məclislərə girib söhbətlərə qulaq asırlar. Sonra da gedib ona xəbər verirlər ki, bəs fikir gedib ona mütləq xəbər çatdırırlar. Odur ki, fikrimi sənə təhlikdə deyəcəm. Düzdür, məclisləşə adamlar bundan inciyirlər, amma Xodkarın qorxusundan heç kəs heç bir şey demir. Xodkar Hasan Paşaya əhsən deyib məclisi dağıdır. Elə ki, tək qalırlar, Hasan Paşa deyir. Xodkar sağ olsun. Koroğlu bu saat çox güclənib. Ona aldatmaqla tora salmaq olmaz. Biz gərək üç tərəfdən qoşun çəkib, ona halqa mərəkə, yəni halqa mərəkə dedikdə dava dalaşsız, yəni halqa mərəkə eləyərək hamısını bir yerə qırıb qurtaraq. Yoxsa biz onu öldürməklə bir kar aşmaz. Xodkar dedi, Hasan Paşa, sənə 40 gün möhlət verirəm. Əgər onu yıx elədin, səni özümə sədrəzəm edəcəyəm. Yox, eləyə bilmədin, onda Hasan Paşa diş qalxıb ayağa deyir. Sənə qurban olum. Mən əgər onun qolu bağlı sənin qabağına gətirə bilməsəm, özümə həlak eləyəcəm. Ancaq sən bütün paşaların, qoşun böyüklərinin ixtiyarını mənə ver. Xodkar dedi, külli ixtiyarsan, yəni ixtiyar sənindir. Necə istəyirsən elə deyilə. Hasan Paşa baş əyib, mürəxəs, yəni izini alıb getmək istəyəndə Xodkar yenidən dedi. Bir də bu zalım oğlu zalım, bu tərəfə bir dənə karvan buraxmır, hamısını soyur. Gərək bir təhər eləyib, yaraqlı yasaqlı bir karvan düzəldəsən. Şəhərə biraz mal gətizdirəsən. Yoxsa bütün şəhərdə danışırlar ki, bu Xodkar qalıb Koroğlunun əlində aciz, şəhərə mal gətirdirə bilmirik. Hasan Paşa əlini gözünün üstünə qoyub dedi, o da mənim gözüm üstə. Onda Xodkar Hasan Paşaya rüsxət, yəni icazə verdi. Özü də bütün paşalara namə yazdı ki, bəs Hasan Paşa onların üstündə külli ixtiyardır. Kim onun buyruğuna əməl eləməsə, dar ağacından asılacaq. Elçi namələri aparmaqda olsun, sən eşit Hasan Paşadan. Hasan Paşa oradan Toqata qayıdıb bir məclis düzəltdi. Tanıdığı, bildiyi böyük sərkərdələri, qoşun böyüklərini, pəhləvanları yanına çağırdı. Elə ki, yerli yerini tutdu, Hasan Paşa özü məclisə gəldi. Əvvəl bir məclisə göz gəzdirirdi. Hamını gözdən keçirdi. Baxın, niyə gözdən keçirir? Orada deyirik yuxarıdakı Xodkara biz tək danışaq. Çünki o böyük məclislərdə mütləq Koroğlunun adamları olur və nə söhbət gedirsə gedib Koroğluya mütləq çatdırırlar. Və Hasan Paşa da həmin məclisə göz gəzdirir. Görün, bu məclisdə başqa bir adam yoxdur. Baxır ki, bəli, bu məclisdə olanların hamısını tanıyır. Hamı əhvalatdan bu əhvalatın hamısını ona danışır. Xodkarın məclisdə, yəni elə yerli yerini tutur. Hasan Paşa özü məclisə gəlir və baxır ki, hamı tanıdığıdır. Hamını gözdən keçirir və başlayır danışmağa. Xodkar məclisində olanların hamısını onlara danışır. Hamı əhvalatı biləndən sonra çıxarıb Xodkarın möhürlü naməsini də onlara oxudur. Ondan sonra deyir, bilin və agah olun. Bizim tədbirimiz belədir ki, Koroğlunun üstünə 3 tərəfdən qoşun çəkək. Gərək elə eləyək ki, o göz açmağa macal da tapa bilməsin. İndi sizi bura yığmaqda mənim muradım budur ki, deyəsiniz görün, bu işə kim qol qoya bilər? Kim 3 qoşundan birinin sərkərdəsi ola bilər? Məclisin üstünə elə bir su səpdilər. Daşdan, divardan səda çıxdı, məclisdən səda çıxmadı. Onda Hasan Paşa dedi, qoşunun birisini mən özüm aparacam. Özü də qabaq tərəfdə gedəcəyəm. Bu məqsəd odur ki, digərlərinin başına bir sərkərdə tapsın və ürəkləndirsin. O birin qoşunlarından birini sağ tərəfdən, biri sol tərəfdən gəlib baş qatacaqlar ki, onlara da mən hər cür kömək edəcəm. Yəni bu artıq təklifini irəli sürür ki, əsas başda mən gedəcəm. Sadəcə mənə dəstək lazımdır sağdan, soldan ki, onların başı qatılsın. Mən də sizə hər cür dəstək edəcəm. Yetər ki, bunlara başçılıq edən biri çıxsın. Yenə də məclisdən səs çıxmır. Hasan Paşa əmr eləyir ki, 2 bayda doldurub gətirsinlər. O hər baydaya bir dənə qiymətli ləl salıb deyir. O kimdir ki, bu baydəni içə, ləli cibinə qoyub bu işə boyun ola. Mən əhd edirəm ki, öz Toqat padşahlığımı ona bağışlayaram. Üstəlik qızlarımdan birini də ona verərəm. Məclisin bir tərəfindən bir nəfər cavan adam ayağa durdu. Bu adam kim ola, kim olmaya? Ərzincanlı Bolu bəy. Bolu bəy Ərzincan qalasında qoşun böyüyü idi. İgid oğlanlardan biri idi. Özü də çoxdan idi ki, Hasan Paşanın böyük qızı Dünya xanıma aşiq idi. Ancaq indiyə kimi neçə dəfə əl altından adam salmışdı, qızın ürəyini ələ almaq istəmişdisə, qız hər dəfə demişdi ki, iti görüm, qurdu görüm, onu görməyim. O da cürət eləyib Hasan Paşanın yanına elçi göndərə bilməmişdi.
Çünki bilirdi ki, Hasan Paşa qızlarını çox istəyir. Onların bir sözünü hiç eləməz. İndi ki, Hasan Paşa məsələni bu şəkildə qoydu. Bolu bəy fürsəti qənimət bilib ayağa durdu. Elə o ayağa duracaq, Hasan Paşa sevincək dedi, mərhaba Bolu bəy. Mən elə bilirdim ki, bu işə axırda sən gedəcəksən. Bolu bəy irəli yeriyib, bədəninin birini Hasan Paşadan alıb dedi. Paşa sağ olsun. Sən bilirsən ki, mən bu işin öhdəsindən gələrəm. Ancaq mənim bir şərtim var. Hasan Paşa dedi, şərti nədir? Hər nə olsa yerinə yetirəcəyəm. Bolu bəy çox hiyləgər adam idi. O necə deyərlər, şeytana papaq tikib, təpəsinə də deşik qoyardı. Bir dəfə gözlərini dolandırıb məclisə baxdı. Sonra üzünü Hasan Paşaya tutub ucadan dedi. Ucadan deyir ki, məclisdəkilərin hamısı eşitsin və bu deyilənə əməl etsə, yerinə yetirsə, Hasan Paşa sözündən dönməsin. Paşa, mən bilirəm ki, bu Xodkar əmridir. Odur ki, buradakılara əhdə arxayınam. Bilirəm ki, burada xilaf söz ola bilməz. Necə ki, əhd eləmisən, Toqat paşalığını mənə tapşıracaqsan, məni də özünə nökər eləyib qızını verəcəksən. Mənim sözüm onda deyil. Mənim şərtim budur ki, gərək Pəhləvan Qəzəralı'nı, bax bunu yadda saxlayın, yanında Pəhləvan Qəzəralı bir də Mehdər Murtuzu istəyir. Niyə? Çünki Qəzəralının doğrudan da yəni o pəhlivan adı qazanmağa layiq birisi idi ki, indi onun xarakterini deyəcəyik. Qəzəralı Toqatın lap azman pəhləvanlarından idi. Hələ indiyə kimi onun arxasını yerə vuran, qılıncının qabağında qalxan saxlayan olmamışdı. Mehdər Murtuz da düz 7 il idi ki, Koroğluya mehdərlik eləmişdi. Çənli beli yaxşı tanıyırdı. Şərtin şəkər üstə, hamısına razıyam. Bolu bəy badəni içdi, ləli götürüb cibinə qoydu. Qayıdıb yerinə oturdu. Bundan sonra Hasan Paşa ikinci badəni doldurub dedi. İndi növbə ikincinindir. Elə bu sözdə bir qasid toz torpağa bulanmış, özünü saldı məclisdə. Hasan Paşaya baş əyib bir namə verdi. Hasan Paşa naməni oxuyub gördü ki, ərəb reyhandır. Yazıb ki, Hasan Paşa, eşitmişəm ki, Koroğlunun üstünə qoşun çəkirsən. Bil agah ol, Koroğlu mənim düşmənimdir. Əgər razı olsan, mən də onun üstünə gedərəm. Hasan Paşa şadlığında bilmədi ki, nə etsin. O ərəb reyhanı tanıyırdı, bilirdi ki, zor adamdır. Koroğlu ilə olan əhvalatını da eşitmişdi. Üzünü məclisə tutub dedi. İkinci adam da öz ayağı ilə gəldi. Bunu deyib, Hasan Paşa badəni qaldırıb, qasidə verib dedi. Badəni iç. İçindəki ləli də aparıb ağana ver. De ki, yolunu gözləyirik, tez gəlsin. Gözüm üstə yeri var. Qasid badəni içdi, ləli öpüb cibinə qoydu. Mürəxxəs olmaq istəyəndə Hasan Paşa vəzininə tapşırdı ki, qasidi aparıb yedirsin, içirsin, biraz pul verib yola salsın. Naməyə də cavab yazsın. Vəzir qasidi də götürüb getdi. Məclisdəkilər soruşdular ki, namə kimdən idi? Hasan Paşa dedi, ərəb reyhandan. Hamı şad oldu. Hasan Paşa əmr elədi, çalanlar, oynayanlar gəldilər, kef başladı. Elə ki, yedilər, içdilər, damaqlar duruldu. Mehdər Murtuz ədəblə baş əyib dedi, paşam sağ olsun. Xodkara da qurban olum, sənə də. Sizin buyruğunuz Allah buyruğudur. İndi ki, bizi göndərirsən gedəcəyik, ancaq oransını da deyim ki, Koroğlunun igidliyinin yarısı qıratdadır. Nə qədər ki, o qıratın üstündədir, biz ona heç nə eləyə bilmərik. Əgər Koroğlunun müzməhəl etmək, yəni büsbütün məhv etmək istəyiriksə, bir təhər elə onun atını əlindən çıxar. Söz deyəsən Hasan Paşanın beyninə batdı. Məclisdəkilər də Mehdər Murtuzun sözünü təsdiqlədilər. Hasan Paşa dedi, Murtuz, dərdi bilən dərmanı da bilər. De görüm nə təhər eləmək olar ki, qıratı onun əlindən çıxaraq. Mehdər Murtuz dedi, Paşa, vallah nə bilim. Dayının atını pulu ilə alası deyilik ki, gərək elə bir adam olar ki, canından keçsə, çənli belə gedə. Ya qıratı gətirə, ya da ki, öz başını Koroğluya təslim verə. Paşa bir məclisə baxdı, hamı başını aşağı dişmişdi. Hasan Paşa özü də bilirdi ki, bu iş çətin işdir. Heç kəs buna qol qoymaz. Fikirləşib yol axtarırdı ki, nə eləsin? Birdən məclisin lap başmaq çıxanından, cındırından cin ürkən bir adam qalxdı ayağa. Başa baxdı ki, bu Keçəl Həmzədir. Keçəl Həmzə sayılmayan urvatı, yəni hörməti olmayan bir adam idi. Məscidə qoymazdılar ki, başmaq oğurlayar, tövləyə qoymazdılar ki, at belində bağlanan yəhərdir, quşqun oğurlayar. Keçəl Həmzə kef məclisi başlanında gəlib bir təhər özünü salmışdı içəriyə ki, qarnını doyursun. Qərəz. Həmzə məclisin ortasına yeridi. Paşa sağ olsun, bu işə mən gedərəm. Qıratı gətirdim.
Gətirə bilmədim, Koroğlu işi başa düşdü, nə olsun? Bir keçəl başdı, qoy qurban olsun sənə. Hasan Paşa dedi, bala Həmzə, əgər sən gedib qıratı gətirsən, mən səni dünya malına qane edərəm. Həmzə dedi, paşa, mənə tək dünya malı lazım deyil. Paşa dedi, sənə bəylik verərəm. Həmzə dedi, yox paşa, o da mənə tək lazım deyil. Hasan Paşa dedi, səni oğulluğa götürərəm. Həmzə dedi, yox qurban olum, mənə təkbətəklikdə bunların heç biri lazım deyil. Üçünü də ki, bir yerdə sən mənə verməzsən, nə də ki, mən istəmərəm. Gəl sən, mən səndən elə bir şey istəyim ki, mənim üçün bunların hamısından qiymətli olsun, sənin üçün də hamısından ucuz. Hasan Paşa dedi, istə görüm o nə deyiləm. Həmzə dedi, deyirsiniz ki, Koroğlunun nə qədər igidliyi varsa, onun tən yarısı qıratdır. Bu yarısını mən gətirəcəyim. Sizə qalacaq yarısı. O yarısını da bir pay düşəcək Bolu bəyə. Sənə qurban olum. Bu pay üçün sən ona Toqat paşalığını verdin, ləl verdin, bir də böyük qızın Dünya xanımı verdin. Gəl bu yarısı üçün də kiçik qızını mənə ver, gedim qıratı gətirim. Hasan Paşa dedi, ay axmaq. Niyə bəyəm bir qız nə oldu ki, bəylikdən, mal dövlətdən, mənə oğul olmaqdan qiymətli oldu? Həmzə dedi, paşa, sən bilirsən ki, keçəl çox bilmiş olar. Mən də gəlir çıxarımı bilən adamam. Mən bilirəm ki, sən bu üç şeyin üçünü də mənə verən deyilsən. Amma qızı mənə versən, mən olaram sənin kürəkənin. Kürəkən ki var, elə oğula bərabər bir şeydir. Ondan sonra bəylik, özü də gələcək, mal dövlət də gələcək. Məclisdəkilər Keçələ əhsən dedilər. Hasan Paşa fikrə getdi. Qızı Keçəl Həmzəyə verməyə ürəkdən razı deyildi. Amma bu tərəfdən də fikirləşdi ki, qırat gəlsə Koroğlu basılacaq. O dedi, Həmzə razıyam. Yox paşa, sağ olsun. Yox, paşa sağ olsun. Zəhmət çək öz dilindən bir dənə kağız yaz, möhrü də bas üstünə ver, qoyum cibimə. Ondan sonra mənə möhlət qoy, vədə başına gətirim. Haqqımı ver, gətirmədim boynumu vur. Hasan Paşa çar öz dilindən bir dənə qol kağızı yazdı. Möhrü də üstünə basıb verdi Həmzəyə. Həmzə kağızı alıb qoydu qoltuğuna. Sonra Hasan Paşaya dedi, indi mənə izin ver, mürəxxəs olum. Yolçu, yolda gələk. Bunu deyib Keçəl Həmzə məclisdən çıxdı. Hasan Paşa bu işə şad oldu. Məclisi dağıtdı. Bolu bəyə deməlisini dedi, tapşırılmasını tapşırdı, yola saldı ki, gedib hazırlansın. Özü də bir namə yazıb, Qasid Bəyazitlə Əhməd Tacirbaşıya göndərdi. Bax, kimə göndəribdi, bunu da yadda saxlayın. Ümumiyyətlə, belə bir yerlərdə xət çəkin və özünüz üçün qeyd götürün. Səninlə çox vacib işim var. Başını orada islat, burada qırx. Frazoji birləşmə, yəni tez gəl. Bəli, Qasid Əhməd Tacirbaşı üçün Bəyazidə getməkdə olsun, Bolu bəy hazırlaşmaq üçün Ərzincana getməkdə olsun, sənə kimdən deyim, Keçəl Həmzədən. Keçəl Həmzə çarığını geydi, patavasını bərkitdi, düşdü yolun ağına. Pay piyada, günə bir mənzil, təyin mənzil orada, ayla, illə, burada müxtəsər dillə, az getdi, çox dayandı, çox getdi, az dayandı. Bir axşam üstü gəlib Çardaqlı Çənlibelə çatdı. Deyirlər ki, Koroğlu Ağqayada durub karvan yollarına baxırdı. Bir də gördü ki, budur. Bir nəfər gəlir. O qədər gözlədi ki, Həmzə gəlib qayanın dibinə çatdı. Başladı cığır yuxarı dırmaşmağa. Koroğlu qayadan düşüb, kənd onun düşüb, kəsdi onun qabağını. Dayan, de görüm kimsən, hardan gəlib, hara gedirsən? Həmzə baxdı ki, qabağındakı bir oğlandır ki, adam üzünə baxmağa ürək eləmir. Boy, buxun, qol, bilək, süsünün, yəni boynunun əti qat-qat tökülüb. Qara bığlar, kəl buynuzu kimi deşərəm deyir. Gözlər tərlan gözü kimi oyur oynayır. Belində bir qılınc var ki, Allah göstərməsin. Həmzə bildi ki, bu Koroğludur. Hiylə niqabını çəkdi üzünə. Yəni üz örtüyünü çəkdi üzünə. Üzünü tanımazlığa vurub dedi. Özünü tanımazlığa vurub dedi. Koroğlunu axtarım. Koroğlu soruşdu, nə edirsən Koroğlunu? Həmzə dedi, qadan balam mənim canıma gəlsin. Mən ilxısıyam. Ömrümü günümü Bəypaşa qapısında çürüdüb ilxiyə getmişəm. O necə deyərlər, qurbağalı gölməçədən su içməkdən dodaqlarım ziyil töküb. Anamı görüm ki, məni doğan gün bir qaradaş doğaydı. Başım keçəldi, onun ucbatından heç bir qapıda duruş gətirə bilmirəm. Nə qədər işə can yandırsam da, elə keçəl olduğumu bilirlər, çıxarıb qovurlar. Da bu keçəlliyim üzündən gen dünya mənə dar olub. İndi başına dönüm, Koroğlu deyib gəlmişəm. Deyirlər ki, o çox mərd adamdır. Çörəyə qızırqanan adam deyil. Ya budur, məni qoysun elə qapısında, bacasında, süfrəsindən, qırıq-quruğundan yeyim, dolanım.
ya da bu başımı çəkib bədənimdən qoparsın. Bu dünyanı dərd qəmindən uzaq olum. Bunu deyib Keçəl Həmzə elə ağladı ki, gözünün yaşını bıldır tökdü. Koroğlunun Keçələ yazığı gəldi, dedi, dur gedək. O Koroğlu dediyin elə mənəm. Bunu eşitsək Həmzə düşdü Koroğlunun ayaqlarına ki, qurban kəsilim sənə Koroğlu, məni qapından qovma. Koroğlu onu qaldırıb dedi, dur ayağa, kişisən. Kişi bir qarın çörəkdən ötürü ayağa yıxılmaz. Keçəl Həmzə durdu, Koroğlu dedi. De görüm əlindən nə iş gəlir. Həmzə dedi, can Koroğlu, mən bilirəm ki, bu başla sən məni nə kebabçı eləyəcəksən, nə də şərabçı. Elə mənə bir dənə at tapşır, bəsliyim sənin üçün, dədə-baba sənətim odur. Koroğlu Keçəl Həmzəni götürüb gəldi. Dəlilər Həmzəni görüb dedilər. Ay Koroğlu, bunu hardan tapıb gətirdin? Bunun gözləri Üçtəpə sağsağanın gözləri kimi qayır qaynayır. Heç əməlli adama oxşamır, rədd elə getsin. Xanımlar da dəlilərin sözlərini təsdiqlədilər. Koroğlu xanımları, dəliləri sakit edib dedi. Görürsünüz, yazığın birisidir, bizə nə eləyəcək? Qoyun süfrəmizin qırıq-quruğundan yeyib, qapıda bacada dolansın. Keçəl Həmzə qırıq-quruqdan yeyib, qapıda bacada qurdalanmağa başladı. Xanımlar, dəlilər nəyə buyurdularsa gedirdi. Getdi ki, getdiyi işi də yaxşı yarıdırdı. Belə zirəhliyə görə get-gedə dəlilərin, xanımların yanında Keçəl Həmzənin hörməti də artdı. Koroğlu da Keçəl Həmzənin diri başlığını görüb onun adını dəyişib Çaloğlan qoydu. Tövlədə bir yük yabası var idi. O qədər yükləmişdilər ki, sümükləri də çıxmışdı. Ona baxmağı da Keçəl Həmzəyə tapşırdı. Keçəl Həmzə yabıya müğayət olmağa başladı. Amma başladı, nə başladı? Axşam tumarlayır, səhər tumarlayır. Yabıya bir can yandırırdı ki, gəl görəsən. Tövlədəki otların otundan, atların otundan, arpasından oğurlayıb yabının qabağına tökürdü. Bir neçə gündən yabını elə çökətdi ki, dərisinə sığmadı. Bir gün Koroğlu tövləyə atların yanına gəlmişdi. Yabıya baxıb mat-məəttəl qalıb dedi. Çaloğlan, sən ata nə yaxşı müğayət olmusan. İndi ki, belə ata baxmaq əlindən gəlir. Dürat bu il çox sınıqdır. Tapşırıram onu sənə, gərək onu da qırata çatdırasan. Bu işə xanımlar, dəlilər razı olmadılar. Baxın, burada nə Keçəl Həmzəni bəyənir dəlilər, xanımlar, nə də ki, ikinci dəfə Koroğlunun ona tapşırdığı işi. Amma Koroğlu onlara qulaq asmadı. Bu işə xanımlar, dəlilər razı olmadı. Keçəl Həmzə bir neçə gün Dürata çox yaxşı baxdı. Elə ki, at başladı dirçəlməyə, birdən arpasını xırbadan kəsdi. Dürat yenə başladı arıqlamağa. Koroğlu işi belə görüb soruşdu. Ay Çaloğlan, bu ata nə oldu belə? Günü-gündən dala gedir. Olmaya yaxşı baxmırsan. Keçəl Həmzə dedi. Mən əlimdən gələni eləyirəm ağa. Amma at o necə deyərlər, gecə-gündüz içəridə başından bağlıdır, ayaqlarından buxovlu. Nə eşi üzü görür, nə gün üzü görür. Yəqin ki, ondan sınıxır. Qırat ilə Dürat bir tövlədə bağlanırdı. Atların ikisinin də ayağında buxov var idi. Özləri də ayrı-ayrı açarlarla açılırdı. Koroğlu çıxardı, Düratın açarını Keçəl Həmzəyə verdi. Xanımlar, dəlilər bunu eşidib dedilər, ay Koroğlu, sən nə eləyirsən? Tanımadığın, bilmədiyin bir adama etibar edib Düratın buxovunun açarını niyə verirsən? Koroğlu yenə xanımları, dəliləri sakit elədi. Baxın, bu üçüncü etirazdır. Qorxmayın, heç zad olmaz. Keçəl Həmzə bir neçə gün də yenə Düratı dərisinə sığmaz elədi. Amma ki, vaxt keçirdi, Keçəl Həmzə çəndi belə gələni az qalırdı bir ay olsun. Hasan Paşaya verdiyi vədə tamam olurdu. Çox fikir xəyaldan, çox götür qoydan sonra gecələrin birində öz-özünə dedi. Mən bir ildə burada qalsam, Koroğlu Qıratın nə mehdərçiliyini mənə verəcək, nə də buxovun açarını. Toqatda nə tanıyırlar ki, Qırat hansıdır, Dürat hansıdır. Elə bunu aparın, paşanı aldadım, qızını alın, 5 gün bu dünyada kef çəkim. Keçəl Həmzə bunu deyib gecə xəlvətcə Düratı yəhərlədi. Minib asta qaçan namərdi bir baş toqat deyib daban aldı. Sabah açıldı. Dəli Mehdər yerindən qalxıb atlara baş çəkmək üçün dövləyə gəldi. Gördü nə Dürat var, nə də Keçəl Həmzə. Başıloğlu gəldi Koroğlunun yanına. Deməli, kim açır qapını? Dəli Mehdər açır. Yəni, gəlib atın orada olmadığını görən Dəli Mehdərdir. Və o da gəlir Başıloğlu Koroğlunun yanına ki, nə durubsan, nə Dürat var, nə də Keçəl Həmzə. Dəlilər saxnaşıb bir-birinə dəydilər. Xanımlar da bir yandan düşdülər Koroğlunun üstünə ki,
Başladılar məzəmmət eləməyə ki, biz sənə demədikmi tanımadığın adama etibar eləyib atı tapşırma. İgidin atını apardılar ya arvadını. İkisi də namussuz sayılır. Bizim qorxumuzdan quş-quşluğu ilə Çənlibelin həndəvərinə gələ bilmirdi. Koroğlunun Çənlibelinin dəlilərinin adı gələndə paşalar, bəylər tir-tir əsirdilər. Gör, indi iş nə yerə gəldi ki, Keçəl Gədənin birisi gəlib buradan at aparır. İndi bu xəbər ətrafa yayılacaq, düşmənlər üstümüzə ayaq alacaq. Özün öz əlinlə elə iş elədin ki, ailəm yığılsaydı, səni eləyə bilməzdi. İndi də görək Düratı hardan tapacaqsan, necə gətirəcəksən? Koroğlu dedi, Dürat gedib, Qırat durur. Minib gedib tapıb gətirərəm, az məni məzəmmət eləyin. Dəlilər başladılar deyinməyə ki, gedirsən, gedərsən, gətirərsən. Sən nə bilirsən ki, o kimdir, hardan gəlmişdi, atı hara apardı? Koroğlu qəzəblənmişdi. Taksirkarıdır. Deyin, heç bir söz də demədi. Amma ki, acığından bığlarını gəmirirdi. Birdən diş qalxdı ayağa, üzünü Eyvaza tutub dedi, Eyvaz, mənə şərab. Eyvaz şərab gətirdi. Koroğlu 7 baydəni dalbadal istdi. Ondan sonra dəli Mehdərə dönüb çığırdı ki, atı yəhərlə. Qıratı ifçin, yəni möhkəm və səliqəli yəhərləyib Koroğlunun qabağından çəkdilər. Elə bir ki, Koroğlunun dili lal olmuşdu. Bir kəlmə heç dodağından da tərpənmədi, dodağını da tərpətmədi. Atı minib yola düşdü. Koroğlu Qıratı sürməkdə olsun, sən nə deyim Həmzədə. Həmzə canının qorxusundan bir yerdə düşüb dincəlməyib at sürürdü elə. Yolun üstündə 40 dəyirman deyilən bir yer var idi. Oraya çatmağı az qalmışdı ki, dönüb geri baxdı. Gördü vallah yol toz dumana qarışıb duman toza. Bir də diqqət eləyəndə gördü ki, Koroğlu Qıratın üstündə elə gəlir ki, ley kimi. Keçəl Həmzənin tüpürzəyi qurudu. Ha udqundu gördü ki, yox, ağzının suyunu da uda bilmir. Elə onu eləyə bildi ki, Düratı qamçılayıb özünü tez 40 dəyirmanın qapısına saldı. Atdan düşdü. Atı dəyirmanın qapısının dirəyinə bağlayıb tələsik çağırdı. Ay dəyirmançı, bir tez eşiyə çıx. Dəyirmançı tez eşiyə çıxıb soruşdu. Qardaş, nə istəyirsən, nə var? Həmzə dedi, bax, o yol gələn Qoç Koroğludur, Çənlibeldən gəlir. İlxısına qotur düşüb. Nə qədər dava dərman eləyibsə, heç bir şey çıxmır. Axır həkim kimyagər, dəyirmançı beyni buyurub. İndi dəyirmançı beyni axtarır ki, atlarını qoturdan qurtarsın. Baxın, hiləgəridir. Hər yerdə hilə işlədirdi bu Keçəl Həmzə. Məni Hasan Paşa göndərib ki, dəyirmançılara xəbər verim. Tez başına çarə qıl, yetiş ömrünü, yoxsa ömrünü tamam edəcək. Dəyirmançı dili tutar tutmaz dedi. Ay qadın alım, bəs mən nə eləyim? Onun əlindən necə qurtulum? Bir bölük köç külfətim var. Gəl məni tərkinə al, bir yana qaçır. Həmzə dedi. Soyun paltarını, al mənim paltarımı giy. Git dəyirmanın dozluğunda